Salam dostlar, hər vaxtınız xeyir olsun. Sadə cümlənin şəxsə görə növlərinə aid bir sualımız var. Sualımız belədir. Hansı fikirlərin yeri dəyişilməlidir ki, uyğunluq gözlənilsin? Bu Venn diaqramı formatında bir testdir. Demək, qeyri-müəyyən şəxsi cümlə ilə ümumi şəxsi cümləni müqayisə eləmişik burada. Qeyri-müəyyən şəxsi cümlə, ümumi şəxsi cümlə. Birincidə yazmışıq ki, hərəkət və hökm bir qrup şəxs tərəfindən icra olunur. Bəli, qeyri-müəyyən şəxsi cümlə üçün bu doğru fikir hesab olunur. Çünki qeyri-müəyyən şəxsi cümlədə bizi gecə yarısı oyatdılar, ondan sonra və s. bir çox cümlələr demək olar. Ona görə bir doğru hesab olunur, yeri dəyişilməməlidir. 2. Xəbər əsasında formalaşır. Xəbər əsasında formalaşmaq ümumi şəxsi cümləyə də aid. Bilirik ki, sadə cümlənin şəxsə görə növləri müəyyən şəxsi cümlə, xəbər və mübtəda əsasında formalaşır. Qeyri-müəyyən şəxsi cümlə, ümumi şəxsi cümlə, bir də şəxsi cümlə xəbər əsasında formalaşır. Adlı cümlə isə mübtəda əsasında formalaşır. Ona görə 2 olmalıdır. Venn diaqramının bu hissəsində aşağıda burada olmalıdır ki, hər ikisinə aid olsun. Demək, cavabımız başlayacaq 2 ilə. 2 ilə başlayacaq cavabımız. Keçək 3-cüyə. Ümumi şəxsi cümlə. Fikir eyni anda hamıya aiddir. Bəli. Qonağı belə qarşılayarlar, cücəni payızda sayarlar, nə əkərsən onu biçərsən filan. 4-də həmişə geniş olur. Həmişə geniş olur. Bəli, ümumi şəxsi cümlə həmişə geniş olur. Çünki ümumi şəxsi cümlənin müxtəsər formasını işlətmək olmur. Amma qeyri-müəyyən şəxsi cümləni müxtəsər işlətmək olur. Deyirlər, dağlarda qar yağır. Orada deyirləri kim deyir bilmirik. O baş cümlədir, tabili mürəkkəb cümlənin bir cümləsidir. Onu müxtəsər kimi işlətmək olur. Gəldik, keçdik 5-ciyə. Tərkibində sanki, elə bil kimi modal sözlər işlənir. Bəli, elə bil ona dünyanı bağışladılar. Bu qeyri-müəyyən şəxsi cümləyə aid olan bir fikirdir. Bu keçməlidir 2-nin yerinə. 2 keçməlidir 5-in yerinə.